Sən uzağı 2 günə iş tapacaqsan. Burada iş yeri qətiyyən problem deyil də. Yəni sən əgər əsas odur ki, işləməyi istəyəsən, ona 3000 pul verəcəklər ki, sən sağ ol ki, bizə işçi götürüb gəlmirsən, bu işçi bizdə 1 il işlədi. Hardasa nə bilim baxır fabrikada, nə bilim bizim pulla 800 manat pul verir. Yəni Çexiyadan Azərbaycanlılara salamlar. Deməli, evdə oturmuşdum. Gördüm nədirsə darıxıram, həm də təbiətə istədim, çıxım təbiətə. Bir sakitçilik istədim əslində. Yəni mənəvi istirahət üçün, həm psixoloji, həm mənəvi istirahət üçün. Deməli çıxdım, gəlmişəm, heç bilmirəm hara gəlmişəm əslində. Həmin evdən hardasa nə bilim ola bilər də bir 10 dəqiqəlik yoldur. Gəlmişəm boşum təbiətin qoynuna, deməli bölüşmək istəyirəm sizinlə. Deməli burada elə bir ki, Çexiyada əkin sahələri çoxdur da. Yəni hara baxırsansa ya əkin sahəsidir, ya da ki meşəlikdir də. Yəni burada boş yer yoxdur. Hara baxsan düzənli yer yoxdur da qardaş. Yəni hər yanı əkirlər. Bax bu arkada gördüyünüz yer var, bax sarı. Bax bu böyük bir nə bilim neçə hektarlarla yerdir. Sonra bax bu tərəfi göstərim sizə, baxın. Bax mənim bu bursa arxa tərəfim. Baxın, bütün əkin sahəsidir, gedir, ucu bucağı yoxdur. Sonra o tərəfdə gedir, yəni də meşəlikdir, ağaclıqlardır. Bax, sonra meşəlikdir, bax, buralar hamısı meşəlikdir, bax, o tərəfdə hamısı meşəlikdir. Bütün hər yanı əkirlər, becərirlər. Yəni, acı samolyotla uçanda da görürsən ki, yəni aşağı baxırsan, sırf əkin sahələrdir, bir də görürsən ki, balaca bir dənə belə indi o yuxarıdan baxanda, hündürlükdən də, samolyotdan baxanda, balaca belə görürsən nəsə burada yaşayış məntəqəsi kimi, şəhərdir, ya kənddir, qəsəbədir, nədirsə, bütün ətrafı əkin sahələrdir. Aslında bu sarı rəngdə olan nədirsə, bilmirəm bu nə olan şeydir. Əslində gülünə baxıram, burada bir dənə yağ satılır, adı repkovi, oley deyirlər ona, yəni simiçka yağı ilə bərabər onu da satırlar. O da simiçka yağı kimi bir şey, amma simiçka yağı da orada, repkovi olaydı, bilməm repkovi nə deməkdir, onu tərcümə edeyim bilim. O nə yağıdır? Bundan deyirsən yağ hazırlayır, yəni güllərinə baxıram, o yağın üstündəki gördüyüm gül oxşayır. Doludur burada, hektarlarla, hara baxsan sapsarı. Bu dəqiqə samolyotla yuxarıdan baxsan, Çexiyanı sapsarı görəcəksən də, yəni belə çox interesli bir şeydir. Deməli, təsəvvürəndir, uzaqdan maşınlar gedir, orada trasdır. Mən onu görsənir, yoxsa yox. Yaxınlaşdırdım. Deyib, maşınlar gedir oraya. Orada trasdır deyirsən. Amma sesləri gəlmir də. Maşınların sesi gəlmir bura. Yəni uzaqdır məndən. Bura bilmirəm nədir. Bura kilsədir, yoxsa nədir, bilmirəm nədirsə. Interesli bir yer oxşayır burada. Yəni bir dənə onu bilirəm ki, o qədər gözəldir buranın təbiəti. İnsan o qədər mənəvi istirahət edir. Yəni belə ləzzət də. Özü də bunların quşları da başqa cür deyir. Məsələn, bizdə ancaq sərçənin sesi gəlir. Yəni mən Bakıdan danışıram, rayonları demirəm. Mən Bakıda yaşayanam, yəni Bakıda doğulub böyümüşəm. Ona görə rayonlarda bilmirəm nə cürdür. Yəni faktiki Bakıda ancaq sərçədir, bir də qara toyuğun sesi gəlirdi hərdən bir. Amma burada çoxlu quşlar var, cürbəcür quşlardır. İnandırım sən, hər biri də interesli şeylə oxuyur. Yəni o qədər gözəldir də, o qədər gözəldir. Yəni nə bilim, superdir də, mənəvi. Yeri gəlmişkən onu dediyim ki, burada əkin sahələrini tək çexlər özləri əkmirlər də. Deməli, mən eşitdiyimə görə xarici ölkələrdən, yəni qonşu ölkələrdən də gəlirlər bura. Əkin sahələrini götürürlər, elə bir ki, arendaya. Əkirlər, bitirlər. Bax, indi arxa tərəfə baxın, bax, oradadır. Bu ağaclıqdır, meşəlik kimi bir yerdir. Dal tərəfində də yəni də hektarlarla bu sarı rəngdə görürsünüz də. Bax, əkilən yerlərdir. Xarici ölkələrdən də gəlirlər, burada arendaya götürürlər yeri, əkirlər, becərirlər. Yəni, Almaniyadan olsun, nə bilim, Avstriyadan olsun, nə bilim, başqa ölkələrdən. Gəlirlər burada əkirlər, becərir, çünki burada işçi qüvvəsi ucuzdur, yəqin verginiz adı aşağı elirlər, nə inirlərsə, yəni Çexiya dövləti qonşu ölkələrdə elə bir ki, cəlb eləyir bu məqsədlə. Ona görə də Çexiyada bütün Avropa ölkələrindən demək olar ki,
Zavodlar, fabriklər hamısı xaricilərdir də. Demək olar ki, xaricilərdir. Nə bilim, bəlkə də 50%-dir, ya bəlkə də daha çox faiz təşkil edir. Çünki məsəl üçün Almaniyanın burada çoxlu şirkətləri var. Şveysariyanın burada şirkətləri var. Amerika kimi dövlətin burada zavodu, fabriki. Nə bilim, Polşanın, Avstriyanın, nə bilim, dünyanın bir neçə ölkələri gəlirlər burada elə bir investisiya qoyurlar, fabriklər, zavodlar açırlar. Yəni Çex Respublikası onları cəlb eləyir də özünə, cəzb eləyir. Yəqin ki, vergilərini aşağı salır, ya hansısa ustupqalar gedir, yəni güzəştlər olunur. Ona görə də xarici dövlətlər gəlirlər, bura sərmayə qoyurlar və iş yerləri açırlar. Ona görə də burada iş yeri qətiyyən problem deyil də. Yəni sən əgər əsas odur ki, işləməyi istəyəsən. Yəni istəyirsənsə, bu günləri qərara gəlsin ki, mən işləmək istəyirəm. Sən uzağı 2 günə iş tapacaqsan. Hələ xarici dövlətin vətəndaşları iş tapa bilirlər rahatçılıqla. İndi gör buranın öz vətəndaşı növcüdür. Yəni bugün istəyirsə, sabah bəlkə də özü iş tapıb işə çıxa bilir. Yəni belə bir şeydir. Bütün zavodlarda, fabriklərdə iş yerləri var. Sonra iş yerləri növcüdür. Deməli, əgər sən 1 il işləyirsənsə, həmən o düzəldiyin yerə, fabrika, zavoda, o 1 il işlədiyinə görə, yəni sən ora gəlib işlədiyinə görə, sənə hardasa, nə bilim, baxır fabrikada, nə bilim, bizim pulla 800 manat pul verir. Yəni ki, sən gəlib orada işləmirsən deyənə 800 manat pul verir. 13-cü maaş verirlər. Sonra premiyalar verirlər. Yəni cürbəcür burada şeylər var da. Deməli, kartda verirlər. Mən köhnə iş yerimdə kartda verirdilər. O karta elə bir ki, hər 3 aydan bir 40 manat pul yüklənirdi. Amma o pulu sən necə istifadə edə bilirsən? Yəni dükanda, marketlərdə zatlarda istifadə edə bilmirsən. Ancaq şeydə aptekdir, sən özün seçirsən. Ya aptekdir, ya kitabxanadır, idmandır. Yəni bu sahələr üzrə onu istifadə edə bilirsən. Mən apteki seçmişdim. Çünki idmana da getməyə belə baxanda vaxtım yoxdur. Yəni o da ki, mənə çox kömək olur. Yəni aptekdən hansı bir dərman zad lazım olsa, gedirəm o dərmanımı, yəni nə lazımsa aptekli bir şey gedirsən, onun hesabına alırsan. Yəni, məndə də orada yığılmışdı pul. Yəni aptekə də hər gün, hər vaxt getmirsən ki. Pul yığılmışdı en qədər. Getdim özümə masaj şeyi almışam. Masajor zadı olan bir, neysə. Belə plus cəhətləri var. Sonra nə plus cəhətləri var? Plus cəhətləri çoxdur ümumiyyətlə. Sonra da burada əgər işə, həmən fabrikə, əgər adam gətirirsənsə, təsəvvür elə, indi bax, mən bir oğlanın adını yazmışam da, yəni mən işə o dəvət edib, yəni onun hesabına gəlmişəm də, demək olar ki. Deməli, ona 40.000 pul verəcəklər, 40.000 kron, 4-8, hardasa, zarafat bir yana hardasa 3.000 ona pul verəcəklər. 1 il. Əgər mən orada işləsəm, 1 il. Ona 3.000 pul verəcəklər ki, sən sağ ol ki, bizə işçi götürüb gəlmirsən, bu işçi bizdə 1 il işlədi. Təsəvvür etsə belə bir şeydir. Amma hər zavod, fabrik onu vermir də. Məsələn üçün, bu bursu fabrika eşitmişəm ki, 800 manat verir. Yəni kimi işçi elə bir şey gəlirsən işə düzəlməyə, deyirsən ki, o səndən sual verir ki, sən bizi hardan tapmısan, kimsə məsləhət görüb, deyirsən ki, məsələn, filan kəs, bu sizdə işləyir burada. Yəni o adama pul verirlər. Ona görə ki, o səni işə yəni, cəlb edib. Yəni belə bir şey. Kim arzusundadır, Allah arzusuna yetirsin. Kim istəyir çıxsın, gəlsin xaricdə işləməyə, Avropada işləməyə. Yəni nə bilim, elə Bakıda olsun, Azərbaycanda olsun, fərq eləmir. Allah hər kəsi arzusunu yerinə yetirsin inşallah. Biz də onların içində. Heç nə, prosta sadəcə bölüşmək istədim üstündən. Dedim ki, bir paylaşım üstünə video çəkim. Çoxdan da video çəkmirdim. Kimin Çexiyə aidinə sualı olsa, müraciət edin, yazın şərhlərdə, zadlarda. Mən bütün şərhlərə cavab verirəm. Yəni 99,9% şərhlərə cavab verirəm. Yazın. İnşallah mən də nə sualınıza cavab varsa, yəni bilirəmsə əgər cavab verəcəm. Və bilməsəm də cavab yazacağım, yəni bilmirəm. O üçün belə Allah hamının yolunu açıq eləsin. Hələlik sağ olun.